Gözəl bir söz yazıblar. Salam, betadin vannası edirəm, ağrılarım keçib, düyünlər qalır. Sizdən xahiş edirəm, düyünlərin çarəsini deyərsiniz. Bəli, betadin çox hallarda çölə çıxan babasını yığır. Qəbizliyi də aradan qaldırmaq lazımdır. Çata da fayda verir. Bir də görsən düyünləri də yığır, bir də görsən ki, düyünləri yığa bilmir. Bəzi insanlarda. O insanlar üçün videonu çəkmişəm, hazırlamışam. Bu artıq başqa bir, belə deyim də, Yapon saforasının, belə deyim də, su vannası olacaq. O videonu çəkmişəm, hazırlamışam, düzəldim videonu paylaşacağım. Kimdə düyünlər var, sırf düyünlər qalır, getmir. Bax, o insanlar düyünlər o vasitələ aparacaq, möhtəşəm. Yəni, bir sözlə, babasili hər tərəfli fırladıb sağaldacam ki, insanlar əməliyyata getməsin. Yəni, artıq hamısı məlumdur ki, düyün, çat, çölə çıxan babası. Bunları hamısını cəmləşdirib, bir dənə video düzəldib, İnşallah paylaşacağım. Video çəkmişəm, düzəltmişəm. Düyünlərə sırf.